Ağalı kəndində yaradılan kooperativlər həm də işğaldan azad olunan ərazilər üzrə bir ilk sayılır. Ötən ilin payızında Ağalı sakinlərinin əkdiyi və zəhməti ilə ərsəyə gələn zəmilərdə artıq taxıl biçini aparılır. Qeyd edim ki, biçinin aparılması üçün və itkisiz və vaxtında yerinə yetirilməsi üçün ərazilərə müasir kombaynlar cəlb olunub. 16-13 hektar sahəmiz var. 10 nəfər kooperativ üzvləridir. Biz özümüz elə bu sahələrdən çox belə məhsul gözləyirik, güclü məhsullar. Allah şükür var göz qabağında deyir, görülən dağa nə bələsi. Yəni göz qabağında biçin gedir, özümüz də burada iştirak edirik. Bundan yaxşı heç nə ola bilməz. Biçinlə çox məmnunuq, çünki məhsulumuz boldur. Şükür Allah, kombaynlar gəlirlər, kombaynlar biçin aparırlar. Çox sevinirik ki, burada bir taxıl biçin aparır. Yəqin ki, 3 ton, 4 ton hər setlərdə götürəcəyik. Zəngilan rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mühübbət Səmədov bildirib ki, Ağalıda yaradılan Barış, Zəfər və Bərəkətli Torpaq kooperativləri işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ilk kənd təsərrüfatı kooperativləridir. Bizdə taxıl sahələri həm pivot layihə, yəni yeni suvarma üsullarının altında əkilmiş sahələrdə 35-40 setlərə qarşı taxıl sahəsi var. Amma dəmiyə sahələri də var ki, həmən sahələrdə 17-18 sentner verilir. İnşallah biz hədəf götürmüşük ki, gələcəkdə yeni intensiv suvarma üsullarından istifadə edərək, həm suvarma üsullarına suya qənaət edərək, pivot layihə və yeni suvarma üsullarından istifadə edərək yüksək məhsuldarlıq götürmək üçün öz qarşımıza hədəf qoymuşuq. Beləliklə 33 illik həsrətdən sonra Ağalıda ilk taxıl biçini təkcə bol məhsulun deyil, doğma torpaqlarda həyatın və kənd təsərrüfatının yenidən dirçəlişinin rəmzinə çevrilib.